Biləsuvar azarkeşləri də asta-asta arenaya yaxınlaşırlar. Elə Biləsuvardan, Cənub zonasından, Lənkərandan, Masalıdan, Astaradan azarkeşlər təşrif buyurublar. Məşq prosesi də davam edir. Zəngəzur komandası da stadiona təşrif buyurublar. Onlardan da məşq prosesinə görüntülər çəkəcəm. Baş hakim Cavid Cəlilov, Biləsuvar azarkeşləri öz yerlərini tutdular. Zəngəzur futbolçuları da son məşqlərinə başlayıb artıq. Hər iki komandaya uğurlar. Zəngəzur heyəti, baxın, uzun qaçış. Ruslan Poladov, Ruslan Əmircanov, Cavid İmanverdiyev, Vüsal, Nurlan Quliyev. Nurlan hanı bəs? Komandalar meydana daxil olurlar. Ev sahibləri Zəngəzur komandası qara geyimdə və qonaq komanda, Biləsuvar komandası isə ənənəvi olaraq ağ geyimdə səfər forması ilə mücadilə aparacaqlar. Hər iki komanda bura qədər çox gözəl bir uzun marafon yoldan keçmiş, rəqiblərini böyük hesabla məğlub etmişdilər. Hər iki komanda çempionluğa iddialıdır və adını Liqa 2-də yazdırmağa daha şanslı sayılır. Digər cütülüşlər isə marafon komandası hal-hazırda öz meydanında, Şəfanın 4-cü meydançasında Şəfəq komandasını, Qaxın Şəfəq komandasını qəbul edəcək. O qarşılaşma da çox maraqlı olacaq. Bəli, hər iki komandanın üz istəyən kapitanları Ruslan Əmircanov və Kənan İbişov topun və qapının hansı istiqamətdə olacağını, topun sahibi ilk toxunuş hansı komandanın olacağını müəyyənləşdirdilər və dostcasına mehriban bir oyunun keçməsi ümidi ilə, arzusu ilə oyuna start veriləcək. Bəli, oyunun start fitinin verilməsinə az bir saniyələr qalıb. Topa ilk toxunuşla Biləsuvar komandası yerinə yetirəcək. Topa ilk toxunuşu Biləsuvar futbolçusunun hücumçusu Zar Nurzadə vurdu və ötürməsini ilk qayda pozuntusu 38 nömrəli futbolçusu Salman Aturxanov. Biləsuvar komandası topa sahibdir, müdafiədən hücumunu qurmağa çalışacaq. Kənan İbişov. Out. Ruslan Əmircanov, komandanın kapitanı, millimizin şərəfini qorumuş. İndi isə qoca yaşında, belə deyək, yaşlı vaxtında da futboldan kənarda qalmır və cavanlara da bir örnəkdir. Həm oyunu ilə, həm təcrübəsi ilə. Ruslan Əmircanov topu ələ keçirdi. Baxır kimi ötürəcək və komanda yoldaşına Evgün Abbaslı ötürdü. Evgün Abbaslı
Kənan İbişov komandanın kapitanı. Mərkəzə doğru ötürmə. Zanurzadə çata bilmədi. Ruslan Poladov daha bir veteran futbolçu. Daha bir Azərbaycan millisi heyətində oynamış Sumqayıt futbol məktəbinin yetirməsi Ruslan Poladovu görürük. Oyun daha maraqlı keçəcək. Region Liqasının bu mövsüm üçün məncə ilk daha maraqlı oyunu məsələn Zəngəzur Biləsuvar qarşılaşmasıdır. Zavanşirov top ələ keçirdi. Emin Həsənzadə, Ruslan ona qarşı oynayır. Yumuşaq oynadı, bəli, yumuşaq oynadı. Emin'in ötürməsi Zanurzadə qapçıyla təkmədə çıxa bilər. Zəngəzur müdafiəçiləri yerində. Zaur topu itirmir. Mücadeləni sona qədər edir. Ötürməsi Cavanşir mərkəzə doğru ilerlədi. Ötürmə! Həsən Həsənli qapıda divləşib artıq. Zəngəzur komandası əks hücumlara nə ilə cavab verəcək? Bu hücumlara əks hücumla cavab verə biləcəkmi? Oyunun, bu maçın ədalət hakimlərini sizin nəzərinizə çatdırıram. Baş hakim Cavid Zəlilov. Ona yan xətlərdən kömək edəcəklər. Nihat Seyidov və Asiman Əzizli. Premier Liga hakim olan Cavid Zəlilov keçən mövsüm də Region Liqasının final maçını idarə etmişdi. Yadınızda Qəbələ şəhər stadionunda Xankəndi Şirvanın üzərində 3-0 qələbə qazanmışdı. Həmin oyununda təkrarən deyirəm, Cavid Zəlilov idi baş hakim. İndi isə Elçin Abbaslı küncdən zərbəni yerinə yetirəcək. Sağ cinahdan, Zəngəzurun sağ cinahından. Mərkəzdə futbolçular çoxalıblar. Həm Zəngəzur, həm Biləsuvar komandası. Bir tək Zanurzadə hücumda topunu öz mövqeyini gözləyir. Ona qarşı onu ünvanlanan Emin'in ötürməsi Zaur. Əmircanov ona qarşı oynayır. Bəli, Əmircanov topu meydandan uzaqlaşdırır. Bu Premier Liga maçıdır. Biləsuvar azarkeşlərinə baxın. Artıq burada 200'ə yaxın azarkeşin olduğunu, 160 belə təxminən civarında azarkeşin olduğunu demək olar. Qarşı tribunada da Zəngəzur azarkeşləri və digər futbol ictimaiyyəti var. Aha, Emin Həsənzadə Ruslan Poladovdan gözəl sıyrıldı. 10 kilometre nə edəcək? Ay. 2 müdafiəçidən çıxdı. 3-cüdə topu itirdi artıq. İbişov müdafiənin dayağı gözəl keçdi. Komanda yoldaşına gözəl ötürmə idi. İndi isə Biləsuvar komandası dominant oyun oynayır demək olar. Azarkeşlərin böyük dəstəyi var. Çox gözəl görüntülərdir. Bu görüntülərə gözəl layiq, gözəl yorumlar, paylaşımlar, sevimlərə əlavə eləmək yaraşır. Əziz Azərbaycan Liqalar səhifəsinin izləyiciləri. Zəngəzur komandasının əks hücumu. Salman top itirdi. Sürüşmə fəndi ilə topu uzaqlaşdırdı və out. Emin Həsənzadə out'u yeni yetirəcək, amma hakim Cavid Zəlilov topun çıxdığı nöqtədən out'un yeni yetirməsini tələb edir. Bəli. Mərkəzə doğru ötürmə. Ruslan Poladov sinəsi ilə topu qəbul etdi. Arxaya daman pası ilə Əmircanova doğru ötürmə. Müdafiədə sayıqdır Ramil Əhmədovla Zəngəzur komandası. Aha, belə bir boşluq yaranmışdı. Çətin bir vəziyyətdə top itkisi var idi. Biləsuvar komandasının qapısı qarşısında. Müdafiəçilər ayıq-sayıq oynadılar. Belə səhvləri Zəngəzur bağışlamır. Bakı zonasında 100'dən artıq, qrupda 100'dən artıq gol vurmuş Zəngəzur komandası belə səhvləri bağışlamır. Aha, azarkeşlərə sakitcə qulaq asaq. Zəngəzur komandası son saniyələrdə daha aktiv görsənirlər Biləsuvar müdafiəsində. Zanurzadə top ələ keçirəcək. Ruslan Əmircanov gövdəsini qoydu. Azarkeşlər möhtəşəmdir. Biləsuvar komandasının baş məşqçisi Adil Bədəlovu da gördük. Narazıdır ilk dəqiqələrindən top itkilərinə görə. Əlbəttə ki, daha təcrübəli rəqibə qarşı oynayır Biləsuvarlılar. Hücumda Kənan İbişov
uzaqlaşdırdı. Orada Zahir Nurzadə yox idi. Topu ələ keçirdi Ramil Əhmədov. Biləsuvar komandası müdafiədə Emin Həsənzadə Ruslanla çətin mücadilə. Bəli, iki Sumqayıt futbol məktəbinin yetirməsi eyni cinahda bir-birinə qarşı oynayırlar. Out. Səngəzur komandası hücumuna artıq sol cinahda Mirmehdi. Mirmehdi nə edəcək? Baxır, komanda yoldaşını ötürməlidir, yoxsa özü keçəcək. Hələ ki özü mərkəzə doğru ötürmək. Kənan İbişov tərs toxunuş olsa da təkrarən komanda yoldaşı onun köməyinə gəlib çatır. 47 nömrəsi ilə Qoşqar Babayev. Biləsuvar azarkeşləri arasında tanıdıq simaları görürük. Mərkəzdə Muxtar Orucov var və azarkeşləri şüarlara, dəstəklərə çağırır. Gördüyünüz kimi azarkeş sayı yetərincədir. Mən inanıram ki, Premier Liga maçlarında, elə Liga 1 maçlarında da bu qədər azarkeşin bu stadiona gələcəyi hələ yadıma gəlmir. Və inanırıq ki, bundan sonra Biləsuvar, Zəngəzur, Marafon və Şəfəq komandaları və bu tipli komandalar, azarkeşləri olan komandalar yüksək ligalara vəsiqə qazanar və stadionlarımız gözəl ab-hava ilə, azarkeş dəstəyi ilə dolar. Futbolun bəzəyi birinci qoldursa, ikincisi azarkeşdir. Emil Həsənzadə sol cinahdan irəliləyir. Öz onun sevdiyi zıraq zonadır bura. Emil ötürməsi Ruslan ayaq qoydu. 88 nömrəli futbolçu topu ələ keçirdi. İbrahim Nağıyevin ötürməsi mərkəzə doğru. Həsənli topu ələ keçirdi. Zəngəzur komandası Elgün Abbaslı ilə hücuma qoşulur. Cinah dəyişildi. Sola doğru, bəli, sol cinahda davam edir hücum. Elgün Abbaslı top ələ keçirdi. Əmircanov komanda yoldaşına ötürməsi 9 nömrəli Təmraz Əmircanovla soyadaşovlar. Mərkəzə doğru Elgünün ötürməsi Ruslanın qarşısını Biləsuvarlılar kəstilər. Emil Həsənzadə solda möhtəşəmdir. Mərkəzə doğru ötürmə. Zaur oxuya bilmədi hücumu. İndən Əmircanov və Ramil Əhmədli tandenti və Elgün Abbaslı da onların qarşısında dayaq yanı müdafiəsi kimi çıxış edir. Əmircanov topla irəliləyir. Komandanın kapitanı. Onun ötürməsi mərkəzə doğru yaxşı istədiyi kimi alınmasa da Zəngəzur komandasının hücumu davam edir. Mərkəzdə boşluq var. Qapıya doğru zərbə və gol. Zəngəzur komandası 1-0 önə keçir. Golun müəllifi səhv eləmirəmsə 77 nömrəli futbolçu Mirmehdi oldu. Mirmehdi Rızayev. Bəli, Mirmehdi oldu. Mirmehdi Rızayev. Golun ötürməsini isə Eşkin Tağıyev ötürdü. 1-0 Zəngəzur komandası önə keçir. Biz nə gördük? Goldan sonra Zəngəzur azarkeşləri də daha aktivləşib. Qərbi Azərbaycan təmsilçiləri də öz milli atributları ilə stadiona gəlmişlər. Bu görüntülər xoş görüntülərdir. Əsil Azərbaycan milli ruhla bir maç keçir. Qeyd edim ki, hesab 1-0 Zəngəzur komandasının xeyrinə. Yeganə golun müəllifi Mirmehdi oldu. Aha, Slan Poladov. Oy, ona qarşı sərt oynadı. Emil Həsənzadə hakim bağışladı bu dəfə. Sabit. Aha, mərkəzə doğru ötürmə. Növbəti qapçı geri qaytardı. Sabit geri qaytardı. Mərkəzdə anlaşılmazlıq var. Qapıya doğru təkrarən zərbə müdafiəçi ayaq qoydu. Ay. Zəngəzur azarkeşləri goldan sonra da aktivləşiblər. Artıq onların da səsi gəlməyə başladı. Biləsuvar komandası Zahir Nurzadə ilə hücuma qoşulub və Zahir Nurzadə orada topu itirmir. Hər şeydir topu itirməmək üçün. Oy. Təhlükəli vəziyyət. Elgün Abbasov və Zahir Nurzadə toqquşdular onlar. Hər ikisinin də vəziyyəti gərgin ola bilər.
Topun arxasında kimlər var? Elçin Abbaslı, Ruslan Əmircanov. Ruslan Əmircanov uzaqlaşdı və digər futbolçu da Kənan Mirzəliyevdir. Kənan Mirzəliyev sol ayaqla, Elçin Abbaslı isə sağ ayaqla. Kim yerinə yetirəcək? Kənan mərkəzə doğru ötürmə. Orada və gol. 2-0. Bu dəfə də Mir Mehdi oldu. Qolun müəllifi. Oy, müdafiədəki səhvdən yararlandı. Haydi! Zəngəzur ictimaiyyəti, Qərbi Azərbaycan ictimaiyyəti, Qazarkeşlər bu dəfə daha aktivdirlər. Gol sevinclərini bu cür bildirirlər. 2-0 Zəngəzur öne keçdi. Qeyd edim ki, ikinci golun müəllifi Ramil Əhmədov oldu. Mən düzəliş edim, az öncə Mir Mehdinin adını çəkmişdim. Biləsuvar komandasında dəyişiklik olacaq. Hazırlaşan futbolçu Süleyman Piriyevdir. O görə kimi əvəz edəcək? Biləsuvar komandası hücuma qoşulmağa çalışır və toplu irəliləyirlər. Mərkəzə doğru ötürmə. Orada Zanuzadə yox idi, Emil isə cinahda idi. Top qapıçıya qədər gəlir. Həsən Həsənli. Ötürməsi sol cinaha. Müdafiədə sərbəst oynamağa çalışır Zəngəzur komandası. Mərkəzdə topu ələ keçirəcək Emil Həsənzadə. Ona qarşı oyunda və komandasına out qazandırdı. Presikdən istifadə edərək. Out, gözəl, möhtəşəm idi. Qapıya doğru zərbə. Çox uzağa getdi. Poladov. Ötürməsi Zəngəzur komandası sağ cinahdan ələyir. Kənan İbişov. Gözəl. Bəli, out qazandırdı daban ötürməsi ilə. Zəngəzur komandası hücumu davam edir. Topu ələ keçirdi. Ayaq qoydu 50 nömrəli futbolçu Kamran Kərimov. Elçin Abbaslıya qarşı daha bir sərt oyun. Hakim davam işarəsini verir. Əmircanov topu çıxardacaq, bəli. Əmircanov topu meydandan kənara çıxardır ki, zədələnən Elçin Abbaslıya tibbi yardım göstərilsin. Zəngəzur komandası sağ cinahdan hücumu. Və nə olacaq burada? Nələr baş verəcək? Elçindədir yenidən top mərkəzdə. O cinahla oynadı. 19 nömrəli Kənanla. Kənan komanda yoldaşı 9 nömrəli Təmrazla. Təmraz Ruslan Poladovla, Ruslan Əmircanovla. O da yenidən cinahını dəyişəcək. Mərkəzdə sərt oyun. Hakim sarı vərəqə verəcəkmi? Yox, vermədi. Hakim sarı vərəqə vermir bu oyunda. Komandaları, futbolçuları sərbəst oynamağa, biraz da sərt oynamağa şərait yaradılır. Bu da bir oyunun gözəlliyidir bəlkə də. Oyunun 4-cü dəqiqəsində ənənəvi olaraq şəhidlər ölməz, vətən bölünməz şüarlarıyla Biləsuvar azarkeşləri məhz şəhidlərimizin ən öndəri olan Mübariz İbrahimovun vətənindən olan Biləsuvarlılar, Biləsuvar azarkeşləri, şəhidləri belə yada saldılar. Qapıya doğru ötürmə, bu arada Sabir asan bir topu idi əslində, bunu tutmalıydı, amma topu kənara buraxdı və küncdən zərbə qazandı Zəngəzur komandası. Qapıda Ruslan topu ələ keçirsəydi təhlükəli olardı. Yenidən qapıya doğru ötürmə və gol ola bilərdi. Sabit. Bu dəfə etibarlı oynadı Sabit. Orada zədələnən futbolçu vardı, Biləsuvarlı futbolçu. Səhv eləmirəmsə bu elə Piriyev idi, Süleyman. Sabir də zədələndi. Küncdən zərbə təkrarlanır. Demək olar ki, Elçin Abbaslı mərkəzə doğru ötürmə. Mir Mehdi sərt oynadı və Biləsuvar komandası sərbəst zərbə qazanır. Elçin Piriyev tez başladı oyuna. Onun ötürməsi sağ cinahdan Biləsuvarın hücumu başlayır.
Nə nəticə gələcək son dəqiqələrdə. Birinci hissəni bir top vura biləcək mi? Zarlı daval ötürməsi. Oyundur bu. Oyuna kələ vəziyyət deyil dedi hakim, Yankat hakim. Emin Həsənov top Həsənzadə top elə keçirə bilmədi. Həsən Əzənli. Mərkəzə doğru ötürmə. Kənan havalanır. Kənanın sərt toxunuşu. Zəngəzur komandası hücuma alüdə olub. Ay, bu artıq sarı vərəqədir. Bəli. Bu artıq sarı vərəqədir. Bəli, əziz izləyicilər, mən Region Liqasında belə bir maç izləməmişdim. Son 3 mövsümdür Region Liqasını Qarabağ qara izləyirəm və belə bir maraqlı, belə bir azarkeşli, belə bir motivasiyalı, belə bir bol hücumlu bir maç, intriqalı bir maç izləməmişdim. Bu hər iki komandanın heyətindəki futbolçulardan qaynaqlanır. Mərkəzə doğru ötürmə, havalanan futbolçu Kənan İbişov yenə müdafiənin dayağı. Kolun qarşısını aldı. Aha, Biləsuvarlar hücuma, əks hücumdadılar. Zahra doğru ötürmə, Zahar topa gələ biləcək mi? Alt Sarnuzadə tez zamanda başlamalıdır. Biləsuvarların bəlkə də bu hissədə sonuncu cəhd olacaq. Arxaya doğru çox getmək lazımdır. Süleyman Piriyev mərkəzdə topu qəbul elədi. Komanda yoldaşı ötürdü. Ay, itirə bilərdi. Oy. Möhtəşəmdir bu, möhtəşəm. Qardaş səsinə qucaqlaşdı. Həm Zəngəzurlu futbolçu, həm Biləsuvarlı. 66 nömrəli Cavanşirov və səhv eləmirəmsə 38 nömrəli futbolçu Salman Atılxanov. Bəli. Gözəl oyun idi, gözəl. Hoşuma gəlirsən. Elgün topu uzaqlaşdırır. İkisi də bir-birinizsə. Siz neyinirsiniz axı? İkiniz də yan-yanasınız. Kənan İbişov özünü göstərir. Aha, topu itirdi Süleyman. Onun ötürməsi. Oyundan kənar vəziyyət yoxdur. 95 nömrəli futbolçu Elgün. Elgünün nə baş verir burada? Maraqlı oyun gedir. Mən nəfəsimi ala bilmirəm. Top qalıb qıraqda, bir-birləri ilə didişir futbolçular. Mərkəzə doğru ötürmə. Burada Biləsuvar müdafiəçiləri tam hakimdirlər topa. Nə olacaq, nə baş verəcək? Elgünə, üzr istəyirəm. Emil Həsənzadəyə doğru ötürmə. İndi isə Süleyman boş bir alanda kimə ötürəcəyinə baxır. Ötürməsi Biləsuvarlı müdafiəçiyə ayaq qoyur. Elgün Abbaslı. Onun da ötürməsi. Belə olmaz. Sənin axı sarı vərəqən var. Yoxdur. Sənin yoxdur. Kənan İbişovun var. Ruslan Poladov. Elgün Abbaslı ilə oynadı. Elgün Abbaslı səsimizi eşitir. O da şou göstərməyə çalışır. İndi isə biraz tempi salmağa çalışır Zəngəzur futbolçuları. Əmircanov topu ötürdü. 95 nömrəli futbolçu Eşkinə. Piriyev. Qəşəng ötürməydi. Biləsuvarlar çıxa biləcəkmi müdafiədən? Sərt oyun. Hər iki futbolçu da zədələndi. Biləsuvarın 77 nömrəli futbolçusu Sahib Cümşüdov. Həm də Zəngəzurun 77 nömrəli futbolçusu Mir Mehdi. Hər iki komandanın eyni nömrə altında formasını geyinən futbolçular bir-biri ilə mübarizədə. Sərbəst zərbəni Biləsuvar komandası qazandı. Kənan İbişov hücumu qurmağa çalışacaq. Kənan nə edəcəyinə baxır. Ötürdü. Zarnuzadəyə doğru Elgün Abbaslı ayaq qoydu. Biləsuvarın bir qolu oyunu daha da maraqlı edəcək. Zəngəzur futbolçuları tempi salmağa və özləri istədiyi kimi oynamağa çalışırlar. Aha, ayaq qoyan futbolçu 66 nömrəli Cavanşir idi, amma tam ayağını uzada bilmədi. Bəli. Sən neynirsən Zəngəzurlu? Komandasına sərbəst zərbə qazandırdı. Ələkbər Şəbiyev. Bəli, Ələkbər Şəbiyev. Səhv eləmirəmsə mən onun Şəbiyev soyadını Xankəndində də eşitmişəm. İndi səhv edərəmsə şərh bölməsində yazarsınız əziz izləyicilər. Bəli, hakim fitini göstərərək fitdən sonra topa zərbə vurmalı olduğunu bildirdi Elgünə.
Standart vəziyyətləri daha çox Elgün Abbaslı yerinə yetirir. Elgün Abbaslı ilə qrup mərhələsində müsahibə almışdım. Onu xatırlayırsınız əziz izləyicilər. Ruslan Əmirzanov, nə edirsən? Mən ona oyundan öncə də demişdim. Buradan da bir lətifə çıxartmaq lazımdır. O da lətifəni belə çıxardır. Topa zərbə. Yenidən top Zəngəzurlarda qalır. Poladovun ötürməsi Şəbiyev. Out. Out'u yerinə yetirəcək 66 nömrəli Cavanşirov. O tez ötürdü. Bəli, hakimin əlavə etdiyi dəqiqələr oynanılır. Və Cavid Cəlilov birinci hissənin başa çatdığı işarəsini verir. Birinci hissəyə Zəngəzur komandası 2-0 üstünlüyü ilə yollanır. İkinci hissədən görüntülər. Sizsə görüntülər var olacaq. Sizsə səhifəni izləyin. Abunə olun kanalımıza. Region Liqasında, Liga 1-də, Liga 2-də bu cür maraqlı oyunlar izləmək istəyirsə, yalnız Azərbaycan Liqaları səhifəsini və YouTube səhifəmizi, Region Liqası YouTube səhifəmizi izləməyə davam edin. İkinci hissədə görüşənədək.